Qusulun alınma qaydası necədir? İlk olaraq niyyət edirsiniz. Niyyətdən sonra baş boyun hissəsini yuyursunuz. Sonra bədəninizi iki hissəyə ayırırsınız. Bədənin sağ tərəfini yuyursunuz, ta ayaq, əl, hamısı sağ tərəf. Sonra eyni bu şəkildə sol tərəfi də yuyursunuz. Qusulun niyyəti necədir? Məsələn, cümə qusulu adıram, qurbətən iləllah. 3 qusul almalıyam. Necə almalıyam? Necə etməliyəm? 3 qusulu niyyət edirsiniz, 1 qusul alırsınız. Sanki hər 3 qusulu vermiş olursunuz. Məsələn, cümə, cənabət, ziyarət, tövbə qusulu alıram. Qurbətən iləllah. Cənabət qusulunda vacib demək vacibdir, xeyr, vacib deyil. Qusul alanda zikir demək olar, bəli olar. Qusul alanda üzü qibləyə dayamaq vacibdir, xeyr, vacib deyil. Cənabət qusulu alandan sonra əvvəl geyindiyim geyimi geyinə bilərəm. Əgər pakdır, təmizdirsə, geyinə bilərsiniz. Körpənin 40-cı günündə ona qusul vermək vacibdir. Xeyr, İslamda belə bir qusul yoxdur. Mənim boynumda cənabət qusulu yoxdur. Hər dəfə hamama gedəndə cənabət qusulu alıram. Bu düzgündür? Xeyr, düzgündür. Təmizlik qusulu varmı? Xeyr, təmizlik qusulu yoxdur. Hansı qusulla mən namaz qıla bilərəm? Cənabət qusulu ilə namaz qılmaq olar. Niyyəti neçə dəfə demək lazımdır? Bir dəfə demək kifayətdir. Qusul alanda əlimi bədənimə vurmalıyam. Xeyr, ehtiyac yoxdur. Vursaz suya qənaət olunacaq. Çünki əmin olarsınız ki, hər yerə su çatdı. Amma əlinizi vurmasaz, hər yerə su çatsa kifayətdir. Oruclu halda qusul almaq olar? Bəli, olar.